Salam müəllimlər, hər vaxtınız xeyirli uğurlu olsun müəllimlər. Sizlərdən gələn tələb üzrə Mir Mövsüm Nəvvab, Mirzə Qədim İrəvani və Usta Qəmbər Qarabağının fərqlərini izah edəcəm. İnanıram ki, sizin üçün faydalı bir video olacaq və videoyu izləməyə keçmədən öncə kanala abunə olub, videonu bəyənib və yenidən növbəti hansı çətinlik çəkdiyiniz mövzuya izah istədiyinizi yorumlara yazarsınız və maksimum dərəcədə paylaşaq ki, videodan imtahan qabağı daha çox müəllim faydalansın. Müəllimlər, Mirzə Qədim İrəvani ilə ilk öncə tanış olaq. Mirzə Qədim İrəvaninin adı gələndə bilirik ki, mütləq şəkildə dəzgah boyakarlığının əsasını, yəni dəzgah malbert üzərində çəkilən rəngkarlığın əsasını qoyan şəxs olmuşdur. Bu belə. Mirzə Qədim İrəvani İrəvan şəhərində doğulmuşdur və Usta Qəmbər Qarabağı isə və Mir Mövsüm Nəvvab Usta Qəmbər Qarabağı bunlar Şuşa şəhərində anadan olmuşdur. Və Mirzə Qədim İrəvani öz rəssamlıq sənətini ağac üzərində bədii oyma ustası olan atasından öyrənmişdir və yaradıcılığının ilk dövründə dekorativ sənətlə məşğul olmuş, nəqqaş və portretçi rəssam kimi fəaliyyət göstərmişdir. Nəqqaş və portretçi rəssam kimi. Burada da biz ekranda görürsüz onun portretlərini görürük. Məsələn, monumental bilirik ki, monumental portret memarlıq sahəsi ilə sıx bağlı olan portretdir. Divarda işlənilir. Bu onun monumental portretləridir. Bu şəkildə gördüklərimiz isə dəzgah boyakarlıq nümunələridir. Mirzə Qədim İrəvanidə biz tanıdıq. 1-ci sinif kitabında onun Qızıl Gül və Bülbül əsərini tanış olduq. Və bununla yanaşı aşağı sinifdə biz öyrəndik ki, Mirzə Qədim İrəvani tikmələrə naxış və rəsmlər çəkən rəssam olmuşdur. Və usta dedik ki, nəqqaş və portretçi rəssam kimi fəaliyyət göstərmişdir. Amma Usta Qəmbər Qarabağı nəqqaş və ornament ustası idi. Nəqqaş və ornament ustası. Mirzə Qədim İrəvani Azərbaycanda dedik ki, o dəzgah boyakarlığının əsasını qoymuşdur və xüsusən də dəzgah boyakarlıq nümunələrindən rəqqasə idi, dərviş idi, süvari idi, Vichulla Mirzə, Molla, gənc qadının portretidir, gənc oğlandır, Mahtələt xanımdır. Bu kimi dəzgah boyakarlıq nümunələri vardı ki, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılmaqdaydı bu əsərləri də və həmçinin onun Ermitaj Muzeyində Çiçəklər və Quşlar əsəridir. Bəzi müəllimlər dəyişik salır, elə bilir Qızıl Gül və Bülbüldür. Xeyr, Çiçəklər və Quşlar əsəridir. Ermitaj Muzeyində saxlanılır və bununla yanaşı Mahtələt xanım, bayaq cərgədə səhvləndim, Mahtələt xanımın adını da çəkdim. Milli İncəsənət Muzeyində yox, Mahtələt xanım Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Və müəllimlər, dedik ki, Çiçəklər Quşlar Rusiyanın Sankt-Peterburq şəhərində Ermitajda və bununla yanaşı Mirzə Qədim İrəvani şərq miniatür üslubunu, xalq sənətini, Avropa rəngkarlıq ənənələrini öz yaradıcılığında birləşdirən ustad olmuşdur və dekorativ və real üslub da onun əsərlərində bir-birini çox gözəl tamamlayırdı. Yəni şərq miniatür sözünü gördükmü? Avropa rəngkarlıq ənənələri şərq miniatür üslubu məharətlə öz yaradıcılığında birləşdirən sənətkarı soruşsa, mütləq Mirzə Qədim İrəvani. Bu mütləq yadımıza düşməlidir. Amma bizdən soruşsa ki, o hansı sənətkardır ki, Azərbaycan Milli Rəngkarlıq Məktəbinə Avropa ruhu gətirən sənətkar olmuşdur. Bu zaman Avropa sözü yalnız Böyükağa Mirzəsizadədədir. Belə, yəni şərq miniatür üslubunu Avropanın rəngkarlığından birləşdirən sənətkar oldu Mirzə Qədim İrəvani, amma ki Avropa ruhu gətirən sənətkar isə oldu Böyükağa Mirzəzadə. Və müəllimlər, Mirzə Qədim İrəvaninin dedik burada Fətəli Şah Qacar əsərini görürük və dedik o Mirzə Qədim İrəvani İrəvan sərdarının sarayında monumental portretlər yaratmışdır. Güzgülü zal adlanan otağın divarında Vəliəhd Abbas Mirzənin bir də ki Fətəli Şah Qacar əsərini yağlı boya vasitəsilə divarlarda təsvir etmişdir. Bəzən olur müəllimlər qarışdırır, çaşqınlıq yaranır ki, məsələn Qriqori Qaqarində də bilirsiniz
bilir ki, Bakı Xan Sarayının rəsmi var, sonra Güzgülü zal adlanan rəsm var. Mirzə Qədimdə də Güzgülü zalda adı çəkilir. Necə çəkilir? Bunu qarışıq salmaraq. Güzgülü zal adlanan otaqda əgər içəridə monumental portretlər çəkibsə Mirzə Qədim İrəvani. Amma ki, əgər rəngkarlıq əsəri, mən burada oturmuşam, Güzgülü zalın rəngkarlıq əsərini çəkirəm. Bu əlbəttə ki, Qriqori, yəni rəngkarlıq əsərini çəkən Qriqori Qaqarin, amma güzgülü zalı yaradan, orada güzgülü zalın içərisində əsər yaradan, monumental əsər yaradan Mirzə Qədim İrəvanidir. Və bu şəkildə ki, görürsüz, Fətəli Şah Qacar əsəridir. Buradakı İrəvanlı Həsən xandır. Sonra İrəvanlı Həsən xan, yəni onun xalatında görürsüz, məsələn, enli, roman üslubun geyimi var, enli haşiyələr, naxışlı haşiyə deyirik, yəni o xalatından yadda saxlaya bilərsiniz. Qırmızı paltarda Fətəli Şah Qacardı qarışdırmamaq üçün. Sonra İrəvan sərdarı, bu bir dənə də var burada. Görürsüz, boz rəngdə paltar, bu da qırmızı və yaşıl rəngdə digəri. Sonra burada İrəvan şəhzadəsi Mahtələt xanım, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan əsər. Növbəti gənc qadının portretidir burada. Bu da Milli İncəsənət Muzeyində. Sonra oğlan portreti Milli İncəsənət Muzeyindədir. Müəllimlər, sonra Usta Qəmbər Qarabağı ilə tanış olaq. Artinin sual nümunələrində də Usta Qəmbər Qarabağının bu şəkildə verilmiş əsərini biz gördük. Ayın içindəki yox, öncələr Arti təşkil etdiyi dərslərdə. Və bu əsərdir. 7-ci sinif kitabında da mövcuddur bu əsər. Bilirik ki, Usta Qəmbər Qarabağı nəqqaş və ornament ustasıdır. Nəqqaş və ornament ustası. Və bu sənətkar milli üslubda divar rəsmlərinin ən gözəl nümunələrini yaradırdı. Buradakı da onun divar rəsmidir. Buradakı da görürsüz. Sonra bu şəkildə, yəni bu şəkilləri rahat şəkildə yadda, yəni daha gözəl yadda saxlamalıyıq ki, əsas fərqlərlə. Mir Mövsüm Nəvvabdakı çiçək quş təsviri ilə bunu qarışıq salmayaq. Dedik ki, milli üslubda divar rəsmlərinin ən gözəl nümunələrini yaratmışdır və Şəki xanlarının yay sarayının divar naxışını bərpa etmişdir və burada da bərpa edərkən yeni çalarlar, ənənəvi üslubda yeni çalarlar da əlavə etmişdir. Həmçinin Şəki xanlarının yay sarayındakı divar naxışlarda həm onları bərpa etmişdir, həm də ki, ov və xan sarayının divarlarında ov və hərb səhnələrinin rəsmlərini çəkmişdir. Ov və hərb səhnələri. Şəki sözü gəldimi, başqa heç kim yada düşməməlidir. Usta Qəmbər Qarabağı yada düşməlidir. Sonra nələrə müraciət edək müəllimlər və onun yaradıcılığında Usta Qəmbər şərq rəngkarlığı üçün yeni olan üsullardan istifadə etmişdir öz əsərlərində. Şərq rəngkarlığı üçün yeni olan üsullardan. Mirzə Qədim İrəvanidə də şərq sözünə rast gəldik, amma şərq miniatür üsulunu Avropa rəngkarlıq ənənələri ilə birləşdirmişdir. Sadəcə şərq sözünün yanında rəngkarlıq varsa, bu Usta Qəmbər Qarabağı şərq sözünün yanında miniatür sözü varsa, Mirzə Qədim İrəvani yada düşməlidir. Və bu sənətkar Usta Qəmbər Qarabağı dekorativ və rəngkarlıq üslublarını ustalıqla öz kompozisiyalarında birləşdirib və kolorit, böyük və kiçik detalların həmahəngliyi ilə büsat ovqatı yaratmışdır. Yəni təmtəraq, dəbdəbə ovqatı yaratmışdır. Və müəllimlər, burada görürsüz, onun ov və hərb səhnələri Xan sarayında divarda, bu onun nümunələridir. Yəni necə yadda saxladıq? Ornament, nəqqaş, ornament ustası, milli üslubda divar rəsmlərini yaradan sənətkar, əsərlərində büsat ovqadı yaranırdı. Şəki xanlarının yay sarayını bərpa edib ov və hərb səhnələri çəkən, bir də ki, müəllimlər, mütləq bir sözü yadda saxlayırıq, Şuşa sözü də var. Şuşa şəhərindəki bir çox evləri bəzəmişdir. Sadəcə evləri bəzəmişdir. Şəkidə saray bəzəmişdir. O, hərb səhnəsi, milli naxışlar, amma ki, Şuşa şəhərindəki bir çox evlər, sadəcə ev. Burada artıq yəni məscid filan adı çəkilməməlidir. Sonra Mir Mövsüm Nəvvaba keçirik. Mir Mövsüm Nəvvabda bilirik, bu da Şuşa şəhərində anadan olmuşdur. 1833-cü ildə anadan olub, 1918-ci ildə vəfat etmişdir. Amma Usta Qəmbər Qarabağı 30-cu ildə anadan olmuşdur. 1830-da anadan olub, 1905-ci ildə vəfat etmişdir. Müəllimlər, bu Mir Mövsüm Nəvvab
O, şairdir, musiqişünasdır, xəttat, yəni xəttat nədir? Bədii yazı sənəti ilə məşğul olan insan deməkdir. Ensiklopedik, geniş məlumatlı biliyə, nadir bacarıqlara məxsus olan indi sual düşə bilər ki, ilk təhsilini Mir Mövsüm Nəvvab harada almışdır? Ruhani məktəbində almışdır. Xüsusən də bir çox dilləri də, bir çox elmləri də öyrənirdi. Ərəbdir, farsdır, sonra türk dillərini, astronomiya, kimya, riyaziyyat kimi elmləri də, öyrənmişdir. Sonra elmin müxtəlif, sahələrinə aid kitablar nəşr etmişdir. Təsvir sənətlə də məşğul olmuşdur. Xəttatlıq dedik, kitab tərtibatı unutmursunuz, açar sözümüz heç birində bunlarda yoxdur. Kitab tərtibatı sahəsində fəaliyyət göstərən ilk rəssamlardandır. Mütləq bunu əzbər bilməlisiniz. Və müəllimlər evini və dərs dediyi məktəbi quş və çiçək təsvirlərindən bəzəmişdir. Evini və dərs dediyi məktəbin divarlarını. Dönə-dönə vurğulamaqda düşür. Yəni MİQ-in sualı olub 1-2 il bundan öncə. Bu da rəssamın evini bəzədiyi quş və çiçək təsviridir. Usta Qəmbər Qarabağı ilə necə yadda qarışdırmayaq ki, burdakı oval formadadır görürsüz ki. Yəni bu quş və çiçək təsviri oval formadadır. Amma Usta Qəmbər Qarabağıda isə görürsüz bu təsvir başqa cürdür. Burada 2 dənə quş fiquru var, daha çox düzbucaqlı formadadır. Yəni burdan tamamilə fərqlənir. Bu oval formada olan onun evini bəzədiyi quş və çiçək təsviridir. Və, dedik ki, o akvarellər, şəkillər, miniatürlər, naxışlar, kitabların bədii tərtibatı və Azərbaycan kitab qrafikasının, inkişafı üçün atılan ilk addımlardan da olmuşdur. Həmçinin bir dənə də məscidin bəzədilməsində fəal iştirak etmişdir. Şuşadakı Gövhərağa məscidinin bəzədilməsində. Gövhərağa məscidi. Bax, Şuşa sözünə rast gəldik Qarabağdədə. Necə rast gəldik? Şuşa şəhərindəki bir çox evlərin bəzəyində iştirak etmişdir. Amma məscidin bəzəyində istifadə olunan, bu isə istifadə edən Mir Mövsüm Nəvvab olmuşdur. Bu da bir çox portretləri mövcuddur. Bu sənətkarın da portretləri mövcuddur. Burada görürsüz, Dərviş Nurali Şahın portreti var. Sonra Əbdürrəhman Caminin portreti var. Sonra burada da yenə bir illüstrasiya dedik, o kitab illüstrasiyaları, kitab qrafikası sahəsində addımlar atmışdır. İllüstrasiyalardır. Bu illüstrasiyaları da Usta Qəmbər Qarabağidən heç cür qarışdırmaq mümkün deyil. Çünki o Qarabağidə olan bir dənə daha çox, yəni burada düzbucaqlı formadadır. O birisilər də tamamilə dairə formasındadır da, yəni qarışdırılacaq deyil. Deməli düzbucaqlı formadakı ornament Qarabağinindir. Amma ki, belə daha çox şaqülü, uzunsöv illüstrasiya burada onun düzbucaqlı formada olan Qarabağdakı ornamentdə daha çox göy rənglər üstünlük təşkil edir. Həmçinin Nəvvabın evini bəzədiyi təsvirdə də göy rəng üstünlük təşkil edir. Amma burada daha çox sarı, qırmızı, açıq, yəni baharın gəlişi, isti rənglərdən daha çox istifadə olunmuşdur. Bu da onun illüstrasiyalarıdır. Bəs portretləri biz necə qarışdırmayaq ki, Nəvvabın portreti ilə məsələn Mirzə Qədim İrəvaninin portretlərini görürsüz, Əmir Teymur oval formadadır, amma Qarabağda necə yadda saxlayırıq? Üçbucaq formadadır. Görürsüz, monumental əsər portretləri xüsusən üçbucaq formadadır baş hissələri. Gördünüzmü? Mütləq şəklin özü veriləndə yada üçbucaq formanı xatırladır. Qarışdırmırsınız. Yəni Mirzə Qədim İrəvanda monumental portretlər üçbucaq formadadır. Onsuz da qarışdırırsaz siz bunlarla qarışdırarsınız. Bu da qarışdırmaq, yəni başının formasından yadda saxlaya bilərsiniz. Amma Qarabağda da isə biz dedik Mir Mövsüm Nəvvabda dördbucaq formadadır. Əsərin konkret görünüşü dördbucaq formadadır. İndi kənarında ornament istifadə edilmişdir dairə forma, amma bu ayrı oval forma sanki. Belə müəllimlər, ümid varam ki, yəni bu izahım da sizin üçün imtahana getmədən faydalı olacaq və mütləq yorumlara növbəti izahım nədən gəlsin, yəni dayanmadan hər gün sizlər üçün daha hansı mövzulardan çətinlik çəkirsinizsə izahlar yerləşdirəcəm.